Formula 3. Gece bizim gecedir. Formula 3. Şan eğlencedir. Formula 3. Ne görüm necettir. Formula 3. Formula 3. Formula 3. Formula 3. Mano mandando all one hey. Oh, Formula 3. Formula 3. Gece bizim gecedir. Formula 3. Şan eğlencedir. Ne görüm necettir. Formula 3. Formula 3. Formula 3. Gece bizim gecedir. Formula 3. Şan eğlencedir. Formula 3. Ne görüm necettir. Formula 3. Formula 3. Adı bizim tadı sizin bir dodağı etinizin. Ne kadar isterse bağlam tebessümü izinizin. Gezir üzü sözümüzü bu bizim humorumuzu. Dostlar değil gelir bizler edilmezse susur gözü. Şapala, şapala, neyse neydi kapala. Gece bize, önümüze. Memleketimizde minde bir hadiseler. Gündelik müzakireler ve daha neler. Tanınmışlar ve tanınmağa cəhd edərlər. Biz sözlər laboratoriyamızda dinləmə gələnlər. Formula 3. Gece bizim gecedir. Formula 3. Şan eğlencedir. Formula 3. Ne yorum necettir. Formula 3. Formula 3. Formula 3. Gece bizim gecedir. Formula 3. Şan eğlencedir. Formula 3. Ne yorum necettir. Formula 3. Formula 3. Formula 3. Gece bizim gecedir. Formula 3. Şan eğlencedir. Formula 3. Ne yorum necettir. Formula 3. Formula 3. Formula 3. Gece bizim gecedir. Formula 3. Şan eğlencedir. Formula 3. Ne yorum necettir. Formula 3. Formula 3. Formula, formula. Formula, formula. Formula, formula. Alkışlarınızla Formula 3'ün aparatçısı Ferda Amir. Ya Allah, amin. Kaleci dost ya da fanatik, oralarda kalma, burada o rahat geçmiş olur sesini ya. Təbriklər, uğurlu olsun ve inşallah daha da yukarılardan gelsin sesin. Çok teşekkürler. Ramil Nabran bizimle beraber idi. Dostumuz, çok istedadlı raperimiz. İlk önce sizle salamlaşmamıştan da önce 559 rock grubu gençlerden ibaret süper istedadlara bir alkış. Necəsiz? Əlasız. Ya necəsiz sualı belə yerdə çox artıqdır həqiqətən. Necəsiz? Əhvalınız necədir? Bir şey ki görürsən necədir? Onu niyə soruşursan? Özünüz necəsiz? Çox maraqlı olacaq, arxayın ola bilərsiniz. Yepyeni bir formatdır Azərbaycan üçün. Biz söhbətə yəni meylliyik, söhbətə çox qulaq asırıq. Xanımlar rəfiqələri ilə, analar evlatları ilə efirdə söhbət olsun. Maraqlı olanda hər kəs izləyir və biz də belə qərara gəldik ki, birazdan təqdim edəcəm həmkarlarımla hər həftə yığışaq. Ailə telekanalına bir möhtəşəm alqış. Və həmkarlarımı dəvət eləyəcəm. Alqışlarınızla senari müəllifi Faris İller. Sən ürəyincə olmadı deyəsən. Çox sağ olun uşaqlar. Sadəcə mən başım biraz səs götürmür. Biraz yavaş.
Deyir, məndən arxadasız başım səs götürmür. Biraz yavaş. Amma rock'un qaydası budur Fariz. Və ikinci həmkarımızı bizimlə bərabər həftələr boyu, inşallah qismət olsa illər boyu, bax bu masada bizimlə eyni əhval-ruhiyyəni bölüşəcək növbəti dostumuz, həm aktyor, həm senari müəllifi Əli bəy Fanço! Hər şey buradadır, yəni böyük silahdır. Hə, vəssalam, səs 200 adı yığışdırırıq, qardaş, çox sağ olun, Allah razı olsun. Və mən özümü təqdim elədim həqiqətən. Təqdim elədim deyəndə ki, da şükür Allaha tanıyırsınız məni. Əvvəllər belə deyildim amma, yəni 17 illik tam olaraq efir təcrübəm olmasın, amma 17 ildir tanınmışlıq yolunda gedirik. Yavaş, nə bacarırıq, nə bacarmırıq, onu hər adi sözümə belə gülən tamaşaçı mənim yenə deyirəm, qürur duyuram. Sizlə əlinizdən öpürəm, önünüzdə əyilirəm. Tanınmaq gözəl bir şeydir. Minnətdarım, sizin sayənizdədir hər şey. Çox təşəkkürlər. Amma mən başa düşmürəm nəyi? Nəyi? Axır vaxtlar hamı efirə qaçır. Efirəyə gəlir, oturur. Yəni, məsəl üçün, tamaşaçı kimi tanınmaq arzusu ola bilərmi? Var. Nə olmur ki? Mən tamaşaçı kimi tanınacam. Yəni, uşaqdan soruşarsa böyüyəndən olacaqsan. Şəxsən mən Aynes kanalında verilişlərdə əyləşən Nəriman dayını misal gətirə bilərəm. Sözü mən hara gətirəm? Nəriman dayıya bir salam göndərəm. Sonra deyəcək, sizi tanımamazlığa vurmaydı. Hamı məni tanıyır. Nəriman dayı, mənə çox maraqlıdır. Bu insan bu yaşda necə çatdırır bunları? Doğrudan neçə də durmaq lazımdır ki, gündə 6 dənə verilişdə olasan. Niyə çay süzmürsən Fariz? Yaşda hamımızdan böyüyəm. Mən bilmirəm. Mən buradan, özdə kostyum gələn adama heç yaraşmır. Dur buradan, əl götür. Mən həyəcanlıyam. Mən sizdə ola bilsin ki, dağıla bilər də. Bəlkə tamaşaçıların niyə birinci özündən başlayırsan? Dedim, mədəniyyətin son göstəricisidir. Birinci özümə süzürəm. Hər özünə sizsin də. O deyil də. Doğrudan da son göstəricidir. Səs yaman başıma düşürür. Dodaq yeri burada oturmuşam. Farizə 2 dənə də pambıq verin. Hə, həmin o tanınmışlıqdan mı danışır? Nəriman dayında qalmışdı. Nəriman dayı. Vallahi billahi, həqiqətən böyük adamdır. Çox böyük adamdır. Mən yenə də, bəlkə də onu qonaq kimi bura çağırsaq, elə bir fikrimiz də vardı. Amma o bura gəlsə darıxacaq. Çünki o orada oturmaq istəyir. Onun bir uzaqdan baxışı var. Uzaqdan baxış. Təsəvvürlüsün, Nəriman dayını toya çağırıblar. Gəl otur bizim bəy gəlinə yarım saat neçəyə baxarsan. Əlan, hə? Maraqlı da. Sən o anı təsəvvürlər, Möhtəşəm Şadlıq saraylarının biri, Nəriman dayı içəri girir, hamı onu salamlayır. Bir adam onu gətirir, qoyur və Nəriman dayı oturur, düz bəy gəlindən belə qabaq-qabağa. Yarım saat! Qonaqlığa gələndə filan bilmişən, o istedadlı uşağı qabağa çəkirlər axı. Ki, filan, oğlum qarmon çalır. Hə, mütləqə o, nə danışsan sən? Oğlum qarmon çalır, oğlum tar çalır. Uşaq qarmona gedir, çöpoğlu gət o qarmonu çalır uşaq, həmin qulaq assın. Çöpoğlu yerdə. Uşaq da gətirir, getmir, məktəbə getmir. Gətir, qarmon görmür, dilləri də, dili görmək olmur, ring, o dala qaytarmaq yanına belə fıs. O uşaq özündən qarmona boylanır da, bildin də. Əmiyə göstərir özünü. İndi bu Nəriman dayı bu uşaq olanda, atası əmiyə deyib ki, bu Nərimanın bir baxışı var. Başqa baxış deyil. Əmiyə bax, əmiyə bax, əmiyə bax. Bu nötər baxır, Allah. Bu uşağın gələcəyi başqa deyil. Tanınmaq çox çətin bir şeydir. İlk öncə adam asant gəlir, qoy çıxır mənə tanısınlar. Bu yaşdan sonra, Lüdofines kimi, 60 yaşdan sonra tanınır. Tanıdıqsa insan özünü yüklüyür də, düz deyil. Nə edirəm? Əlbəttə, məsuliyyət mənim bugün valideyim də minir metroya, hava biraz pusanda mən özüm də minirəm. Söhbət burada, çünki yozmalarımız çox olur. Niyə metrodan, avtobusdan belə danışırlar falan, yox. Amma yəni
efirə çıxdınsa artıq, sənin cəmiyyət arasında rahat gəzməyin mümkün deyil. Özün özü yüklürsən də. Parçalanma olur da. Ay sağ ol. Ona görə də, yəni çıx, tanın, tamaşaçı kimi hamımıza ehtiyacımız var. Hər birinizi qazanmaq bizim arzumuzdur, sözsüz. Amma gəl, çıx, tanın, mən qabağa keçim, Tanınmaq çıxırsan çöldəki heç bir şey. Tanınmaq üçün tanınmaqdır bu. Məsələn, bir müğənninin prodüseridir, nə deyirlər ona? Disk daşıyan, disk daşıyan. Yox, niyə prodüser də olur, prodüser də olur. Sumka daşıyan, bu xanım yaman kömək edir, ona bir dənə usta vermək. Valla, həqiqətən elə prodüserlər var ki, müğənnidən çox tanınır. Var. Filakas mənim müğənni qalır dalda. Ən azı bir dənə misal çəkə bilərəm. Namiq qardaş var, mövcuddur, durub. Bəlkə də 7 dənə heyət embrazisiyyətə dəyişib. Onların içindən ən məşhuri Namiq qardaşdır. Namiq qardaş da, sözün əsli mənası. Həqiqətən qardaş, salam deyirəm. Namiqə bir dənə söz dedim, onu indiyə kimi deyir mənə ki, deyirəm, Namiq, sənin qədər qurub dağıdan adam yoxdur. Qurur sonra dağıdır. Odur həvəs. Əla bir şeydir. Mən növbəti bu danışacaqlarımızı nəyə gətirmək istəyirəm əslində? Səmimiyyətimiz get-gedə itmək üzrədir, qardaş. Özünüz də görürsünüz. Səmimiyyət çox azalıb. Həddindən artıq azalıb. Səmimiyyəti oynamağa başlayırıq. Ay, sağ ol. Hamı onsuz da oynayırdıq. Aydındır, elə bir deyim var. Həyat bir teatrdır, hamımız o səhnədə oynayırıq filan. Amma doğrudan reallıqdır ki, bu dəqiqə səmimiyyəti oynayan adamlar var. Amma səmimiyyəti ən çox itirən şey oldu internet. Bunu boynumuza almalıyıq. Bəli. Çünki hər özü üçün burada bir dünya qurub. Mənim orada 1500 adam var. Həyatda bir adam tanımır bunu. Adam var ki, mənim 1500 dostum var. Getdim onların yanına. Gedir orada qucaqlaşır onlarla, danışır, eləyir, çıxır, görür, adam yerinə qoyan yoxdur, təzə qadir girirlər. Sözün əsl mənasında. Yaxşı da. Sırf cəmiyyətə açıl yəni. Fərdə Fariz bir dənə söz deyir, sən qaçırdın onu. Deyir, virtual ailə qurur. Yox, dedin ki, dünya qurub. İnternetin ailə quranlar da var. Çoxdur. Yox, onun yaxşı tərəfləri də var. Təsəvvür, internetin qudalar falan, internetin elçiyə gedənlər də var. Var olmağına, o bizim səmimiyyət... Amma bir dənə misal var da, yəni ata internetin ola bilməzsən də, yəni bu bir mənalıdır. Yəqin ki, o da olacaq. O da olacaq yəqin ki. Ən belə acığım gələn bir dənə şey var da. Heç kimə lazım deyil bu. Amma onu Face'də yazır da o adam. O depresyondan yazır, nədən yazır bilmirəm ki. Bugün... Nə şəkillər var orada? Deyil ki, bax. Burada televizora baxıram, kimə lazım deyə bu. Televizora baxıram. Bax da. Yox. Televizora baxarkən. Yəni indiki davam edici zamanda. Kənlər var orada. Xalat belə yarımçısı yatmağa hazırlaşarkən. Ged yat da, qurbanım. Maraqlı bir şey, atın qoy insanlar da sənin səhifəndə olan adam da səndən nəsə öyrənsin də. Deyir ki, Fərdə, bugün... Sən özün internetə girirsən, Varis? Yox, internetə girmirəm. İnternetə girirlər ki, internetdən istifadə edirlər də. Yox, sən? Sən girsən? İstifadə eləmək üçün girmək lazımdır. Yox, hamıya aiddir. Şəxsən mən girmirəm internetə. Çünki mənim işim internetdən keçmir. İnternetə işi keçəndə bəlkə girə bilərlər, mən deyə bilmərəm. Sən internetə girirsən, hə? Yox, mən birdən ki elə şey görmüşsünüz məndə. Mənim hələ xasiyyətim var, qaradaş. Yox, indi bu dəqiqə... Mən istifadə edirəm, burası qaydasında istifadə edirəm. İfrata gətirib çıxartmıram, bildin necə? Ayaq yeri qoysan da. İstifadə eləyəndə də elə istifadə eləmək lazım, internet onu hiss eləməsin. İnternet onu hiss eləsə, sən bax, böyüdün, çatdın 60 yaşına, 18 yaşlı bir uşaq qoyub qabaqdan, neysə ki, internet abala, dərs oxu, kitab oxu, həmin o internet açar o materialları qoyar gözün qabağına. Sən 18 yaşında haralarda olmuşsan, sən kimə öyüd nəsiyyət verirsən? Nələr yazmışsan? Orada bir dənə yazdılar. Nələr yazmışsan? 18 yaşın heç nəyi, 60 yaşında hara girirsən sən? Ay, sağ ol, hə. Kompleksin iləri gəlir, həyatda elə bilmədiyin şeyləri görməksən 60 yaşında. Mən 3-cü dəfədəki yazılar var deyirəm, 4-cü deyəcəm, sözümü kəsə durub gedə bilərəm mən. Yox, əstəfirullah. Sözü banla kəsin. Sözü balan toyunda kəsin. Sən dur. Ən vacib toyda sözü balan toyunda kəsin. Ən vacib sözün kəsərlər. Onu mütləq deyil. Həqiqətən ən vacib bir söz danışırsan belli, sözü balan toyunda kəsin. Sən kimsən mənim balamın toyunda mənim sözümü kəssən? Ən yaxşısı burada kəs. Balan toyunda danışman adam mənəm. Burada kəs də mən sözümü. Burada kəs. Balanın toyunda məni rahat bırax. Balanın toyunda mikrofon götürüb, balan təbrik edib gəldi. Ver bura görmə oğlum. Sənə söz vermişdim, sözünü kəsəcəkdim. Nə deyirdin, de. Orada hava tutqun olur, bulutlu olur. Harda? Bakıda da, harda? Hə, Bakıda, hə. Nə badə ola da, hava birə tutular. Tutqun oldu, Facebook tutqun mesajlarla doldu. Hə, dəhşət. Hava tutqundur. Burada qar yağır, bizdə də yağır. Əhmədlidə qar, Yasamalda qar.
Ay, nə qədər qar olar, qardaş, bildik də, bu tək sizin həyətə yağmır ki, bu hamıya, bu yenə deyirəm, bu çalışaq orada, yenə kimin dostluğunda kim varsa, hamı bir-birinə nəsə öyrətsin, kiminsə hansısa bir dahinin sözünü götürüb, öz adı kimi təqdim edən adamlar var. Dahi sözü yazsın. İllaki dost ya da ki bana oralarda kalma bu da ola geçmişi unut sesini yap biraz artık o kanını kaynar. İnanıram ki, bu dəfə kanalı keçirdib, qayıdıb bu söhbətə ortadan qoşulan adam o qədər peşman olacaq ki, gələn həftə pultu gizlədəcəklər. Gizlət heç kim dəyişməsin. Hə, səmiyyət mövzusundan danışırıq. Mən biləcəm, kanalı keçirdi bir yaxşı dedin, ha? Hə, keçirdim. Axır vata yaman tez keçirdirlər. Onu bilirəm ki, hə, tez. O, özdə belə bir dəb halalı be. Mən Azərbaycan kanallarına baxmıram. 15 dəqiqə danışdırırsan, hamısına da baxır. Bu bir, onlar üçün güya fərq olur da. Bu səviyyədir. Hə, mövzuya, öz aləmində. Baxmıram. Amma biraz dərinə geçsən, bəlkə də onun səviyyəsi dəniz səviyyəsindən 200 metr aşağıdır. Çox, 200 nədir? Bəlkə mən biraz hörmət elədim. Sən də hörmət elə. Azərbaycanlıyıq. Həqiqətən çox hörmətli qardaşlar. İçki mövzusunu müzakirə edirdik də məclis. Hə, səmimiyyətdən, toyda səmimiyyətdən. Amma səmimiyyət mövzusuna, səmimiyyəti müzakirə eləyiriksə, məncə axır vaxtlar, mən demirəm içki gözəldir, gəlin içki içək filan beşməkən, amma içkinin şəxsən bu səmimiyyətə böyük faydası var. Bir təkan var, ha, xırda təkan verir. Başqa vaxtdır, çünki özünüz də təsdiqləyirsiniz. Səmimiyyət itib, səmimiyyəti ancaq içkili adamda görürsən. Yəni, toyda. Hə, Allah ürəyin çıxardır verər, sən o adam. Amma belə, altıda girsin içəri, durursan özü tarazlayırsan ki, ay düymə aç bağla, bu əla. Bu aç bağla var, ha. Hə, bir məsuliyyətli adam görən kimi aç bağla, ağzı olur bu boyda, da bunun var. Hə, və görürsən, keçirsən qabağına ki, salam verərsən, görürsən, getdi, promoy. Kimsə sən mən salam versən, 2 saat gözlə də. Hə, elə bir şey var, onda bir əsəb var. Cəhəmi 2 saat. Amma sən bax onun 11-in yarısı. Deyirsən, gəlir, pencə əlində. Ay, sən də yaşayıram, sən də yaşayır o adam. Bir də bu, axır vaxtda, yadındadır, bunu öz aramızda o qədər danışıb deyib gülmüşük bu. Axır vaxtda fikir verin, gedir, axşam saat 8-dən 9-dan sonra Bakının müəyyən bir hissələri var ki, oradan ancaq kabab iyi gəlir. Kabab elədir, öz maşınında gedirsən, kabab iyi vırır. Məcbursan qaldırasın da, acıdığın zadın varsa, dönmək imkanı yoxdur, evə tələsirsən filan. Bu zəyləri biz, yanındadır o, oturandan sonra, 9-dan sonra, mənə yəni 9-dan ondan sonra mənə gələn zəylər, bilsən nədir Fariz? Nədir? Alo, qardaş. Səsdən bilirsən ki, hazırdır, orada hər şey hazırdır. Ardasan. Bilirəm ki, nəm, şəhər tərəfdəyim, qadıya evdəyim. Dur, gəl bəri. İndi oturmuşuq, dur, gəl bəri. Bu, nə qədər içib, ona elə gəlir ki, indi oturublar, Sağ ol. Bu, neçə litir içib, deyə oturmuşuq, dur, gəl bəri. O, həmən oturan adamların dostları da şey olur, axı. Əla. Sən elə bir adamsan ki, arıyorsan. Elə bir adamsan ki, sənlə məclis gözəlləşir. Düz demirəm, Firidun. Firidun. Firidun, müzafir. Bir də həmişə belə olur, Firidun'a bir kesit var. Bir də həmişə belə olur, sən, mənim vaxtlarım var idi. Mənim vaxtlarım vardı. İndi 5 dəqiqə vaxtı yoxdur. Mənim vaxtlarım vardı. O vaxtlarım da hər yerdə işləmir. Hamıda, içəndən sonra hamının vaxtı olub, əvvəllər. Əvvəllər daşat vaxtı oldu. Mən elə belə oğlan olmamışam. Cədərrənmə olaraq. Elə mən sizə bir adam olur, belə. Çox içə bilmir, dostlara görə burada məcburdur da, içsin. İçib yatır belə stolda. Arada bir söhbət edəndə, həmişə o daviyacada oyanır. Burada biraz tez oyananda belə, dalaşmıyıq, Bir də ən çox içki adamlar belə olur. Elə bilərsən mən piyanam. Hiss edilir bunu deyəcəklər buna. Elə bilərsən mən piyanam. Piyan deyiləm. Elə bilərsən mən işçi danışdırır. Qəzi. Elə bilərsən mən işçi danışdırır. Başa sarılır. Ay sən başa sarılır. Sən başa çöpürür. Niyə başa sarılır? Firidun. Get Firidun. Səndən sonra istədiyin adları deyirsən. Firidun, zad. Axırıncı öz adı yadına düşmür. Bütün dumlarla nə var deyirsən. Bir butulkadan sonra başdan torba paylamaq abi. Temiz olun var ha. Vallahi yox, elə bir otaqda sürünürük.
Bu. Əvvəl özü belli, əvvəl elə mən də bir otaqlı villada qalıram. Bir otaqlı villa. Ayağa belli. Adın yüksəldir amma bir otaqlı da. Deyir şeydi, Füzuli müəllimdir, nömrəsini götür, bunu səhər 11-də yığ. 11-də yığ, sən Mərdəkəndə ki, sotopa verir, etdik orada. Sən oğulsan. Çox sağ ol. Sən tutsan oğulsan. Musiqi fasiləsi verək və sizi dinləyək. Gecə inanıram ki, bu dəqiqə bütün gənclər ekran qarşısındadır və bizim yumorumuzu sevəndə bütün təbəqələr oturublar və gözəl bir rock gəlsin sizdən. Çığırtma. Çığırtma rock. Çığırtma rock. O belə. Keyfli beta. Keyfli beta. Bırakın erkekin yanı başından Sessiz başlamayın ben nasıl ses ağlamaktan Bela musikinin neredeysen derdini Kulağın ses alsın oyak hisleri Kulağın ses alsın oyak hisleri Hazırız Bon-Jovi sanıyor hamısı bizden değil Ora bura değil bunlar ne değil Kameralar etrafta sizleri çekir Dinleyici dost ve de kafana Oralarda kalma burada o rahat Geçmiş yolun stresini Biraz aksi volkanını kaynar Aksi volkanını kaynar Daim değilik yazırım beni cesetli Sözde serbestlik ama suyun içine gelendir Peki hoşuna gelir görünüş ya da dersin Yapı akradadır amanız hoş geldiniz Aynestay ekranı bura onsuz da qayıdacaqsınız. Çünki bura hər yerdən maraqlıdır. Aynestay! Formula 3 Yapı akradadır amanız hoş geldiniz Kapı arkadadır amanız hoş geldiniz Hazırız Bon-Jovi Slayer hamısı bizden değil Ora bura değil bunlar ne değil Kameralar etrafta sizleri çekir Gölleyici dost ya da kıfana Oralarda kalma burada o rahat Geçmiş yolun sesini ya .559 inanıram ki bundan sonra roka marağı daha da artıracaqsınız həqiqətən çox istedatlısınız və bu aralar yəni o maral da bizimdir, cancana da bizimdir, hamısı bizimdir amma bu musiqiyə bu musiqi ilə məşğul olmaq üçün böyük vaxt istəyir və böyük səbir istəyir ki bunu başa sarana kimi sələ maralın dalınca siz girirsiniz şadlıq evinə adamı boğar o adamı boğar bunlar kimdir? Hər mənim toyumuzu zivir elədiniz həqiqətən yanaşma odur ki, yəni o yox, onlar olmasın. Həqiqətən çox səbirli və çox istedatlısınız. Yolumuz açıq olsun və inşallah da böyük uğurlar əldə edəcəksiniz. İnşallah. Yaxşı olacaq. Hə, biz bir də səmimiyyətin pikindən danışırıq. Bu hamımıza tanış olan bir mövzudur. Maraqlıdır. Səmimiyyətin piki, elçilik.
Və o içəri girəndən sonra ki, o bir qarşılama olur. Orada möhkəm pauza var. Böyük boğulma olur orada hamıda. Hamıda bir boğaz qıcıqlanması. Oturdu, heç kim danışmır. Danış qutar da. Nəfəs kəsilməsi olur. Sənə görə qruplarda bu... Bir də elçinin ən böyük yaxşılığı odur ki, təsir odur ki, o ev yiyəsi ki, o qız ev, inandırım sən ki, 20 gün içində, bəlkə 15 gün içində bir dənə ev əl gəzdirir. Bu 20 ildir bu evə niyə əl gəzdirmirsən sən? Yox, üstən, kosmetik. Yox, gəlimisən. Qonaq gəlir, hə? Qonaq həmişə gəlir. Qonaq elçi gəlir və hamı özünə elə aparır ki, bunlar nəyə gəlib? Xəbəri yoxdur. Yox, bilmirlər də. Əli bəy, Allah dedi, oynayır hamı. Sözüdür, nəyə gəlmirsən? Bir də səhnə bir sənəsidir, Fərdar, ən gözəl səhnə. O belə üzbəüz oturur hamısı. Qız evi, oğlan evi. Orada möhkəm sükut gedir, milçə yutsa belə. Deyən belə baxar ki, buna da. Burada evini sakitlikdə. Bunlar niyə belə deyən bə? Həmin 20 dəqiqəsində onun həyatından kino çəkmək olar. Belə dalınca baxır, oynar. Sakitçilik edir, söhbəti kim başlayır, risk eləmir, heç kim. Nədən başlamaq? Sənin üçün damaslı qalıb, üstündə etiketi var, hələ o nakleykanı qopartmayıblar. Süfrənin burada ütüsü qalıb, o açanda süfrənin qatları qalır axı, bildin necə? Oturub, ona görə bütün elçiliklərdə televizoru bağlayırlar. Emusiyindən qalmaq olmur, bugün səhər olur. Dünən akla. Televizor niyə görə bağlı olur? Yəni fikrin qarışmasın da, baxıb oradan bir, maşallah. Messi də yaman var. Bu Messi yaman oynayır zaten. Bir də o... Axsaqqallar deyil onanca. Elçilikdə hisslər var insanlarda. Yox, ən çox orada, məsəl üçün, oğlanda bir stoldan sürüşmələr var, belə. Bu qarışqa gedər, onun həyatını izləyər, axıra qədər ki. Hamı vaxtıdır, amma əslində ev yiyəsi tələsir. Qızın ürəyi partlayır içərdə o bacımızın ki, de qutardaydı, nə vaxt danışacağı bunlar. Belə bir, Allah qurbanım, adamın əllərinə qarşı bir naşürlüyü başlayır, əli yer tapıb qoyanmırsa. Bunlarla bir artıqdır, belə qoyursan ağır gəlir, belə qoyursan ağır, gizlədirsən, hara qoyasan bunları, gizlədirsən ki, tam rahat olasın. Orada bir ayaq yoluna durub getmə momenti var. Hamı bildağı sahara gelsən. Yox, özdə. O çox qəribə bir hisslər var insanın içində, bu hamıda var. Çox söz dinləməz, tərbiyəsiz və həqiqətən çox mədəniyyətsiz hisslərdir onlar. Məsələn, hüzur yerində gülmək gəlir. Allah qismət eləməz. Elə bir gülüş gəlir ki, heç də gülməli deyil. Gəlib elə bir ki, o hiss yaxşı gəlmir. Gül səni bir yavr eləyəcək. Doğru elə deyir. Yapışıb ki, gül. Bir də o, yəni elçilikdə hələ bir sancı gəlir, bir altdan yuxarı bir sancı gəlir, düz gəlib dirənib bura, xırtdəyibə, onsa danışanmıram, niyə məni öldürürsən, niyə get-gedədə böyüyür, çərdə elə bir ki, hava filirlər və Allah uzaq eləsin, ondan ki, Allahın izni Peyğəmbərin əmri ilə evladınızı almağa gəlmişik, sözündən qabaq deyirsən ki, çox üzr istəyirəm, burada ayaq yolu sarda. Məncə 12 nəfər. Neçə nəfər olur orada? Neçə nəfər olur futbolcu? 11 nəfər. Neçə nəfər olur orada? Bir adı zapasdan. O sastav necəlidir? 10, 15, 20 nəsə. 6-7 evə bax. Bir nəfər gedir, 15 nəfər onun dalınca baxır. O necə gedir ora? Hələ o adam o ayaq yoluna heç vaxt elə təntənəli getməyib ha. O soldan durub gəlmək və hamı onun dalınca baxır, görüm var. Ən pisi də odur ki, bu adam girir ayaq yoluna, üzr istəyirəm. Orada sakitsə, bir danışın da. Abi olmaz ki, bu danışın söhbət onsuz da öz evim deyil, rahat deyiləm. Bir danışın da. Danışın, səs gəlsin. Allah uzaq elədi. Yəni bu mətbəqə keçəndə orada da qadınlar oturur axı. Hamısı belə baxırsa buna ki, bu hələ danışmayıb, bu ara gedir. Hara getdi bu? Nəysə, həqiqətən bunu danışmaqda məqsədimiz odur ki, bacardıqca səmimi olaq, çünki yenədir, ən çox qazana biləcəyimiz dostları məhz səmiyyətimizlə qazanacaq. Biz danışdıq, amma elçilik belə olub, həmişə də belə olacaq məncə. Rəqqasə Fatimə, alqışlarınızla. Buyurun. Xoş
Xoş gəlmişsən Fatimə. Çox sağ olun. Axşamınız xeyir olsun. Hər kəsi salamlayıram, tamaşaçıları salamlayıram. Sən çaşqanla mı? Və çaşkamı gətirin zəhmət olmasa. Mənim çaşqam studiyaya gəlsin. Gəlsin. Biraz səbirsizlik elədi, dedim mənə çay verin. Həqiqətən birinci növbədə istəyirəm təbrik edim sizin verişinizə. İnşallah əlim, ayağım düşərli olsun. Gələndə mən sizə baxırım, deyirəm, mən bu oğlanı harada görmüşəm. Akazoçka Tom Cruise Bakıda. Alqış gəlsin. Mən istədim sizi tərifləyim, inanın. Oradan da... Sənin sözlərimi uşaqlar dedilər, yoxsa deyirsən, deyil. Hissimi ritmə çevirdilər. Tom Cruise Bakıda. Bu yeni. Rəsmən Bakıda. Yaxşı. Əslində deyiblər sizə bunu. Bir-iki nəfər deyib mən, bir-iki rejissor deyib incimişəm. Amma siz deyəcək, sizə görə incimirəm. Gözəl aktyordur və düşünürəm ki... Onun bəyəndiyi aktyorlar var və onun rəqəbinin içərisində çox gözəl aktyordur, amma bir sirr açım, onu çox adam bilmir. Yəni, bilirsiniz də, o arası bir ay bundan qabaq kişi ilə evləndi. Tom Cruise, bəli. Tom Cruise. Onda üzr istəyirəm, bağışlayın. Buyurun. Allah səni də qapatsın, qapa. Necə sən soruşmayacağım, çünki o qədər eşidim sən o sualı, əhvalın necədir, tamaşaçılara da onu dedim. Bu yaxınlarda Bakı gözəl qar yağdı. Sizin kürəbəndiniz tutulmadı ki? Niyə tutulmadı? Kürəbəndiniz tutulmadı. Üzr istəyirəm, mən Rus sektor məktəbi bitirmişəm. Bu kürəbəni nə? Mən Azərbaycan sektoru bitirmişəm, mənə də çatmadı o birinci. Mən nə dedim? Mən nə dedim, ha? Amma gözəldir deyə, kürəbənə nə? Yox, kürəbənd. Əslində qar yağdı, yaxşı da mikroblar öldü. Əla. Azərbaycana... Düzdür, əsl mikroblar ilə yaşayır. Azərbaycanımıza yağış yağdı, qar yağdı, nəyimizsə tutulmalıdır, mütləq. Ən çox sevilən uşaqlar kürəbənd kanalizasiya sisteminə deyirlər. Azərbaycanda bilməyənlər də bilsin. Bilsinlər. Bilirdiniz, bunu bilən var idi. Deyəndən sonra hamı deyəcək, mən bilirəm. Kürəbənd da. Yox, kürəbənd. Ev tikdirirəm, kürəbəndim qalıb. O da deyir ki, aynəbəndiyi gördüm. Axı deyir, aynəbənd yox, kürəbənd. Keçmək üçün vacib olan amillərdən biri. Çox maraqlı sözlərimiz. Azərbaycan rəqslərini bu qədər möhtəşəm ifa eləyən bir Fatimə niyə kürəbəndi bilməsin? Sonra burada başqa da sözlərim var. Görün, bunlardan xəbərin var, yoxsa yoxdur. Məsəl üçün, saçını sən də qışda sapılca ilə yuyursan? Sapılca? Sapılca, ala. Sapılca, kruşka. Lıqqa bilsən nədir, lıqqa? Lıqqa palçıqdır. Lıqqa, mən təzəlicə bilmişəm. Peyxa lıqqadır. Lehmə. Lıqqa palçıqdan da o tərəfədir. Lap belə. Palçığın palçığı. Amma tam səmimiyyətimizdən danışaq. O ki, ən böyük şaxta Bakıda olanda başını kruşka ilə yumayan adam varmı? Çox azdır məncə. Kruşka ilə başımı yuyum. Bugün də yumsan? Doğrudan. Mən də elə yuyuram. Əslində, bəlkə çoxları bilmir, qoy deyim də. Yəni, sərdən səmimiyyətdən danışırsın, qoy səmimi danışırsın. Aha, şok. Kruşkanın içində sirkə suyu süzürəm. Deyir, çox müalicə bir xeyirdir də saçım. Gəlir mi başından o iyi? Yox, indi gəlmir. Ümumiyyətlə, sirkə suyu ilə qarışanda heç o iyi gəlmir. Sirkə başqa şeydir. Üzüm sirkəsi. Üzüm sirkəsi, hə. Qızdırmaz atı yəni, məsləhət verirəm. Saçlarını tökməmək üçün onu elə. Sirkə. Həm parıldadır saçı, həm də gözəl. Sizə düzə ehtiyacı yoxdur, amma yenə də. Qardaşım, qeyd elə zəhmət olmasa. Bir də mənim ayaqlarımda ağrı var, Fatimə. O nədən olar? Ola bilər, axır toxucu qocalmısan. Çox sağ ol. Bu mütləqdir. O nə deməkdir? Onun yanında. Var ya o. Yəni o həmişə sənin əhvalın yaxşı ola bilməz axı. Amma hamı sənə oynayanda... İnanın, elə olub ki, bax, doğrudan da həqiqətən, elə olub ki, mənim 40 qradus qızdırmam olub. 39 dərəcə qızdırmam olub. Və mən o vəziyyətdə çıxmışam, heç kim də onu hiss eləməyib. Ya da ki, çox insanlar deyir ki, rəqqas ya rəqqasənin, üzr istəyirəm sözümə görə, arsızlar da. Yəni, onların heç o problemi olmur. Ən çətin bir şeydir də. Amma əslində ən çətin sənətdir və bizim problemimiz ola bilər ki, hamıdan çox ola bilərdi. Amma biz bunu valla bildirimlik. Səmimi deyim ki, olub belə günlərimdə ki, gözümdən belə yaş axıb, amma mən oynamışam. Amma bax, elə də olub. İndi mən sənə bir söz deyim də, bu qədər problemin olur. Allah heç kimə problem göstərməz. Amma o qədər problem varsa, bir dənə problemi rəqs icad edəsən. Var Mirzəyi var. Nazarəm abi, bir dənə problemi rəqsi. Necə olar? O necən amma? Musiqini mən yaratmıram axı.
Olsaydı bir dənə burada çıxada mən təxmini göstərərdim. Amma əslində onlar problemli, yəni nə? Problemi Rəqs elə, mən birinin əlbəki rəqsi var, bir də problemi rəqsi var da. Hamı qanı qara adamları yığırsan ora. Problemi bir belə oynayla, belə. Nədə, belə, ancaq əsər, gərginli içində. Onda deyək ki, oynama da, ümumiyyətlə oynama. Bizim yaxşı şəkillərimiz olacaq. Gəldikcə öz fikirlərimi də deyə bilərsən. Çox maraqlı şəkillərdir. Yəqin ki, aralarında tanış gələnlər də olacaq. Belə çaynik görmüşdün? Yox. Bax, mən bunun açıqlamasını verim. O, bəlkə də ancaq Azərbaycandadır ki, ağaç çaynikin qulupun mənə tərəf nöşəliysən, bura. O hərəkətə görə hansısa bir uşağı danlayıblar. O uşaq özündən böyük bir adam gətirib, belə bir çaynik düzəltdirib və həmin qağaçlara təzdən çay süzür. Dördümüzə də, ala. Çox maraqlı çaynik. 07-də bağlayıblar zəncirlə, divara. 07-lər ümumiyyətlə son zamanlar özünü yaxşı aparmır. Ona görə zəncirlər ki, bağlılar ki, yoldan çıxmaz. Yaxşı idi, yaxşı. Məncə, amma bu 07-yə bağlanıb bu adam. Sözün əsl mənasında bağlanır. Həm də qarda zənciri var, qəzalar çox olur o zəncir. Bu 100% Hindistandır. Necədir? Bu Hindistandır. Geçən ömrəli? 100% Hindistanda çəkilib bu. Ya biri var. Ona görə ki, mən də Hindistanda olanda belə bir... Minmişsiniz. Bəli. Sən canım. Təxminən harasına minmişdin sən orada? Ən yuxarıda, bax, ən yuxarıda. Pikdəydin, hə? Orada pul verməyib qaçmaq olar. Orada tullarsa, da var. Tulluyur səni. Biri var avtobusu minmək. Biri var avtobusa minmək. Bunlar avtobusu miniblər. Konkret avtobusa miniblər. Əsl minmək budur, məncə Fariz. Həm də belə bir şey var, deyir ki, mən bugün avtobusa mindim. Sən avtobusa girmisən, avtobusu belə minirlər. Budur. Əslində. Əsl eşşək yarısı. Əsl, yaxından heç kim görməyib, bax onu. Yaxından budur, bax. Doğrudan yaxından budur, eşşək yarısı deyirlər. Əsl eşşək yarısı. Həm də bu adi... Mən elə biləm, yalandan ona eşşək yarısı deyirlər. Fatimə inanmır, amma ən böyüdülmüş şəkli budur. İnanı ver. Həm də bu adi arılardan fərqi nədir? Həm də Fatima, bu adi arılardan fərqi nədir? Elə arı olar. Belə şişək də olmaz. Yo, doğrudan adi arılardan bunun fərqi nədir? Adi arılar pətək qurur, amma pətəyin dağıdır. Aslında. Yəni fərq budur, başqa fərq olmadır. Yəni, bir neçə illər niyə məşq eləmirsən ki, sənə belə udar dəyəcəksə də? Özdə belə bir şəhərə gedirmiş, bildirirsə, döyüşən adam deyil, elə üzə harasa gedirmiş, o böyürdən çıxır. Belə zərb olar. Belə adamı yumruq tutar, əllər görə haradadır. Məncə onun başı yumruq tutub, Bu məncə hər evə lazımdır artıq. Çünki o notebookda görün nələrə baxıblar ki, qızı belə notebook. Yəni, başlayırsan, o atdan soyutmaq lazımdır. Yəni, göstərmirlər, nəyə baxır. Bir Nərman müəllimdir. Nərman deyil, yox. O qədər kişi girib ayaqsıda qalıb, şaxırda özü-özündən stol apar be, metroya. Odur da, qoyub altında oturub. Bax, məncə bu meymun Darwin nəzəriyyəsini sübut eləməyə çalışan meymundur. Ən axırıncı meymundur bu. Oxumuşlarıdır bu meymunların. Qocalıb ki, sübut eləyən biri. Magistr meymun, magistr. Mənlik deyil. Elmi dərəcəli meymun da bu. Yox, insan meymundan əmələ gəlməyib. Yox, sübut eləyən meymun. Bu tip musiqiləri sevirsən Fatma? Sən? Bu tip musiqiləri əslində yox. Neçə saatdir, ümumiyyətlə sevmirsən yəni? Yox. Sən daha çox İncimində uşaqlar. Səni rahatladacaq. Prosta mən belə deyim də, o qədər rəqslə, məşq, başım sakitçilik xoşlayıram. Aysan, sakit ol, olanda rahat. Bir dənə tamam başqa bir sual vermək istəyirəm. Buyur. Bir dənə tamaşaçılar diqqətlə qulaq asın. Çox məntiqli sualdır bu. Əli bəyin sualı var. Çox məntiqli sualdır bu. Çox sakit, xahiş edirəm sakit ol. Bizim bildiyimiz kimi bir arı, bir qaşıq balı, Fatimə xanım, deməli, ürətmək üçün tüklərin söz olmasın. İstehsal eləmək üçün yəni, istehsal deyəsən ona ki 6000 çiçəyə qonurlar. Əli bəy şəxsən özü sayan adamdır. Mən 6000 altısını saymışam. Dişib dallarına sahib. 6000 çiçəyə qonur, bunu çiçəyə qonur. Sübut, vergül qonur. Və bizdə bir müğənni məşhur olmaq üçün nə qədər sponsora qonmalıdır sizə? Aşağı bıqdı, yuxarı saqqal, yuxarı onu deyə bilmərəm.
Özdə maraqlıdır, eşsəm sən nə deyirlər Fatimə? Desəm ki, belədir, filan kəs məndən incəyəcək. Adına kimi deyir. Yola çox maraqlıdır, istəmir adını çəksin. Desəm filan kəs məndən incəyəcək. Desəm bu qədər, o məndən incəyəcək. Olmur axı. 3-4 səhlə olan iş deyil, düzdür? Bir dənə marifəndiri sual mən də verim də Fərdə qardaşım. Bir dənə. De marifəndiri sualı. Ebru Gündeş ərə getdi. Yəni belə bir cümlədir də, bilirsiniz də. Bilirəm. Olaraq da müftəda xəbər, tamamlıq, təyin, zəriflik. Burada Ebru Gündeş nədir, ərə getdi nədir? Ebru nədir, ərə nədir, getdi nədir? Mən keçirəm birbaşa son ixtiraya ki, bu ixtira hamını maraqlandırmalıdır. Mən tapmamışam, tapan tapıb, mən də sizin kimi maraqlanmışam. Deməli, Hollandiya alimləri insanın düşüncəsini oxuya bilən aparat tapıblar. Bir abırçılığa bax, Allah ki, bütün səmimiyyət öldü, yəni onsuz da get-ged ölürdü. Bu aparatla, sən küçədə hər an bir aparat olsa, adam havalanır. Qardaş, necəsən qardaş, o aparat otur, aparat otursan ki, fıstı da bu adam. Heç nə, sənin adıma sanıma görə oturub durur səndən. Məncə onda hamı tək qalar. Hər evə bir arvad, bir aparat alsa kişinin evi yıxıldı. Vay. Hardan gəlirsən? İclasdan. Aparat otur. Otur aparat. O bütün insanın düşüncəsini oxumaq nədir? Allah eləməsin, gəlsin, çıxsın Azərbaycana. Bir də mən icad demişkən, bir ixtiradan mən bu yaxınlarda internetdən oxudum. Deməli, Yapon alimləri yuxunu lentə alırlar. Təsəvvür edirsiniz? Yuxunu lentə alırlar. Yəni sən ki, üstündə belə deyək də, yəni aparatı qurarlar, sən yatırsan, sən nə görürsən, yuxuda monitorda görünür. O girən saatları mən də girəm, o mənim qabaq var, niyə çıxmıyor. Doğrudan yəni. Yuxunu kameranın harasına qoyurlar. Yox, indi bilmirəm də mən arasına qoyurlar. Doğrudan belə bir şey var, əlbəttə mən təsəvvür elə şeylər var. O zaman dedim, Amerika alimləri kameranı yerləşdirmək üçün 1-2 dənə yer var da, yəni o başın kəsib qoymayacaq ki. Yəni kamerada deyil də, bu gizlədəsən də, yəni. Bax, siz də çox o klipdə yaraşıqlı bir obrazsınız. Sizi də çəkərdim, sizi yox. Bizim üçün yaraşıqlı deyil. Yox, bu çəkmək istəyir. Əslində, bu söhbət mənə sən, mən evə rahatqa yazam qalaq, amma siz narahat gedəcəksiniz. Söhbət oradan gedir, buyurun. Və Fərdanı da istərdim ki, inşallah, bax, bir razılığa gələk, inşallah klipdən sonra. Ola bilər ki, Fərdanı da həmən klipdə bir gözəl bir obrazda görəsiniz. Reklam arası danışdığınız işdir. Hansı rolda? Şahruxan. Onu inşallah deyəcəm sizə. Kim oxşayıram mən orada? Şahruxana oxşayır ama. Şahruxana oxşayıram mən. O mən oxşası Şahruxan kimdə? Gecəniz xeyrə olsun. İnşallah qismət olsun.